Ki, buradan bütün Azərbaycan xalqını salamlayıram və şəhid atalarını, şəhid analarını, bacı qardaşlarını, evlatlarını, yoldaşlarını salamlayıram və qazilərimi, veteranlarımı və ali baş komandamı, vitse-prezidentimi və polis nazirimizi, baş prokurorumuzu. Mənim sözüm o Samirə. Samirə, deyirsən ki, mən özüm də qazi qızıyam. Samirə, sənin qapında şəhid çıxmır, sənin qapında o bayraqlar dalğalanmır. Amma biz şəhid ataların, şəhid anaların, bacı qardaşların, evlatların yaralarının gözü yaşlı qalır. O balanı görürsəm Samirə, 9 aylıq evlat qoydu, müharibəyə getdi. 9 aylıq döyüşləri Füzuli, Qubatlı, Şuşa və Xankəndə gedən döyüşlərdə balam şəhid oldu. Bir oğlum qazi, bir oğlum bugün vətənə. Samirə, o şəhidlərimin, o qazilərimin, o veteranlarımın qanı sağ haram olsun. Özünə deyirsən, mən qazi qızıyam. Elə eminlə o sənin o qazi qızı demirsən, mən qazi qızıyam. O şəhidlərimin, o qazilərimin, veteranlarımın qanı bax sənin özünə də, sənin o atana da haram olsun. Haram olsun, haram olsun. Tolik bəy sizi çıxadı, siz deyirsiniz ki, mən filan kəsin məhkəmə ver. Kimə verirsən ver? Biz şəhid ailələri onun yanında olayıq. Get kimə verirsən ver. O şəhidlərimin qanı bir də sağ haram olsun. Bir də sağ haram olsun. Sağ o, deyirsən, atam qazidir. O bax, o qazi atana haram olsun. Şəhidlərimin, qazilərimin, veteranlarımın qanı. Xəbərim var, 44 gün müharibədə nə boyda şəhid verdik. 1-ci Qarabağ müharibəsində nə boyda şəhid verdik. O bütün o şəhidlərimin, bütün o qazilərimin, veteranlarımın qanı səada və o atana da haram olsun.